Venezuela prezidenti Nicolas Maduro ölkədə 60 günlük fövqəladə iqtisadi vəziyyət elan edib. Bu qərar ölkənin iqtisadi sabitliyinin təmin olunması və daxili istehsalın dəstəklənməsi məqsədi ilə qəbul olunub. Maduro bildirib ki, bu addım ABŞ tərəfindən Venezuelaya qarşı aparılan iqtisadi müharibəyə cavab olaraq atılıb. O, ABŞ-nin sanksiyalarını və digər təzyiq metodlarını Venezuelanı diz çöktürmək cəhdi kimi qiymətləndirib. Biz müstəqilliyimizi və iqtisadi suverenliyimizi qorumaq üçün bütün tədbirləri görəcəyik. Bu fövqəladə vəziyyət rejimi milli istehsalçılarımıza və xalqımıza dəstək məqsədi daşıyır, deyə prezident vurğulayıb. Fövqəladə vəziyyət çərçivəsində hökumətə iqtisadi sahədə daha geniş səlahiyyətlər verilir. Bu müddətdə dövlət orqanları daxili bazarın tənzimlənməsi, ixal və ixrac siyasətinin yenidən qurulması, ərzaq və əsas məhsulların istehsalına nəzarət kimi sahələrdə təcili qərarlar qəbul edə biləcək. Müşahidəçilər hesab edirlər ki, Maduro hökuməti bu addımı ölkədə davam edən dərin iqtisadi böhranın qarşısını almaq və sosial narazılığı azaltmaq məqsədi ilə atıb. Ölkədə inflyasiya səviyyəsi yüksəkdir. Əhali ərzaq və dərman çatışmazlığından əziyyət çəkir. ABŞ sanksiyaları isə neft ixracatına ciddi zərbə vurub və dövlət gəlirlərini kəskin azaldıb. Maduro dəfələrlə bildirib ki, ABŞ-nin siyasəti Venezuela xalqını cəzalandırmağa yönəlib və onun hökuməti bu təzyiqlərə qarşı dirəniş göstərəcək. Hazırda ölkədə müxalif qüvvələr bu qərarı avtoritar rejimin daha da sərtləşməsi kimi dəyərləndirir və yeni aksiyalar planlaşdırdıqlarını bəyan ediblər. Gözlər Venezuelada baş verəcək proseslərə yönəlib. ABŞ-dən və beynəlxalq ictimaiyyətdən gələcək reaksiya isə yaxın günlərdə siyasi temperaturu daha da yüksəldə bilər.